Salam əziz şagirdlər. Deməli, keçək çevrədə mütənasib parçalar, toxunan və kəsənin xassələri. Bu bölmənin inşallah izahını sizə təqdim edəcəm. Deməli, inşallah baxaq toxunan və xassənin birinci sualına izahına keçirəm. Deməli, AK neçədir? AK 3-dür. Üstünə yazıram. AK 3. KB 4. KB 4-dür. Ondan sonra deməli CK 6. Bu isə X. Dünən belə bir sual düşmüşdü. X-in nəyə hasili? CK 6 idi. 6-ya olan hasili. 3-ün 4-ü hasili 12. Bərabərdir 12-ni 6-ya böləndə 2. X 2-dir. Bizdən CD-ni istəyib. CD 6-dır, CK 6-dır, KD də 2-dir. 6-dan da 2-ni toplayıram. Eləyir 8. Kopyası dünən düşmüşdü sınağa. İnşallah toxunan çəkilmiş radius həmişə perimetrli olur. Bu qaydanı bilirsiniz. BO 6-dır. B deməli 6-dır. BA 8-dir. 8. Düzbucaqlı üçbucaqlı hipotenuz neçə olacaq? 10 olacaq. AK-nın məsafəsini tapanda, buna x desəm, buna 10 minus x deyəcəm də, ümumi 10 eləsin deyə. Deməli, toxunanın kvadratı belə bir qaydamız var. 8-in kvadratı, yəni bu toxunanın kvadratı həmişə kəsənlə, yəni kəsənin çöldə olan hissəsi ilə x ilə onun hasilidir. X vurma, deməli onda olacaq. Deməli, bizdən AK-nı istəyib. Düz hesabladım. Bizdən bunu istəyib 10. Yox, səhv oldu uşaqlar. Niyə səbəbini deyirəm sizə? Səbəbi ümumi olmalıdır bu. Deməli, düz əslində. AK-nın kvadratı, yenə dediyim kimi, onu mən tam baxmadım. Deməli, 8-in kvadratı 64 bərabərdir. Bir çöldə olan hissə. Bir də, bu nə qədərdir ümumi? Ümumi deməli, bu ümumi 10-dur. Radius 10 minus x deyil. Deməli, onda olacaq. Bu x demişəm, bu da 10 minus x. Elə bir ümumi 10 minus x, bu da 10 minus x. 20 minus 2x. 20 minus 2x plus x. 20 minus x olacaq bu da. Minus x. X olacaq burada, 4 olacaq da. Kvadrat tənindən işlemi olar. X 4 olacaq. Belə sadə. Gəlin buna baxaq. Deməli, hansına buna? Çevrənin vətəri ilə bir ucundan keçən toxunan arasında qalan bucaq. Çevrənin vətəri bu vətərin bir ucundan keçən toxunan arasında qalan bucaq olacaq. Onu deyir, verən vətərin gələn qövsün uzunluğunu tapın. Toxunan arasında qalan bucaq 34-dürsə, deməli, uşaqlar belə bir sual deyib, əslində 5-ci suala baxaq. Bu, deməli, toxunan budur. Bu uzundan da gedən vətər budur. Bu bucaq 34 olarsa, bu qövs 12 qat olacaq. Yəni 68 olacaq. Cavab D-bəndi. Uşaqlar, baxın, toxunan kvadratı. Bu MP9 tam olmalıdır. AK 6-dır. MK 6-dır. MP ümumi 9-dur. 9. Buna x desəm, buna 9 minus x deməli deyiləmmi? Bəli. Deməli, onu qaydan tətbiq edə bilərəm də. Toxunanın kvadratı, 6-nın kvadratı bərabərdir. X vurma 9-a. Ümumumuz onu 9-da. Ümumiyə olan hasılar. Buna yox. Olacaq 36, x vurma 9 bərabərdir 36-ya. X bərabərdir 36-nı 9-a böləndə 4 olacaq. X 4. M-ni də məndən istəyib, o da 4 olacaq. Desəydi ki, bu MP-ni tap, 9-un 4 çıxacaqdan 5 olacaqdır. Yəni, 5 yoxdur cavablarda. Cavab olacaq. İndi 8-ci sualı təkrar sual olsa deyəcəm. MA-ya x desəm, MA x-dir. Deməli, MB 2x olacaq. Və deyib, radius 3-dür. Bu 3-dür, bu da 3-dür. Bu isə, bu nə isə, deməli, ümumi 2x olmalıdır. 2x minus 6 deyəcəm buna. Deməli, yəni x-in kvadratı
bərabərdir 2x minus 6-nın nəyə hasili? 2x hasili. Ümumi uzunluq 2x eləsin deyə. Belə. İnşallah baxaq indi x kvadratı 2x x-ə vuranda 4x kvadratı mənfi 6-nı 2x-ə vuranda çıxılsın 12x-ə. Mənfi 3x kvadratı bərabərdir mənfi 12x-ə. X 3x kvadratı bərabərdir müsbət 12x-ə. 3x kvadratı çıxılsın 12x bərabərdir 0-a. 3x-i çıxarsam möhtəzə xaricinə qalacaq x minus 4 bərabərdir 0-a. X-in bir dənəsi 0 olacaq. Həndəsədə 0 anlayışı yoxdur. X-in bir dənə də qiyməti 4 olacaq. Cavab bizə nə istəyib? M10 istəyib. M10. İndi gətirib qiyməti qoysam x-in yerinə 2, 4-üm 8, 6 çıxanda 2. 8-in 6 çıxanda 2 alınacaq. Bu da 3-dür axı. Bu məsafəni tapanda 3-dən 2-ni toplayacam. Cavab 5 olacaq. Deməli, vətər, belə deyim də, diametr vətəri 2 bərabər bölür. Bu da perimetrlərlə alınır. Bu xassədir. Deməli, ondan başqa KB 4-dür. Bu da 8-dir. Sən CD uzunluğu deyib. Kəskin vətənlər xassəsini görə uşaqlar. X-dir-sa. Deməli, x vurma x bərabərdir 8-in 4-də hasili. 2x x kvadratı bərabərdir 32-yə. X bərabərdir kök altında 32-yə. Onu da 16 vurma 2 kimi yazsam 4 kök altında 2 olacaq. 4 kök altında 2 budur. 4 kök altında 2 bu. 4 kök altında 2-ni də 2-yə vursam 2-dən nə şeydir axı? Xəttdir axı. X-də 8 kök altında 2 olacaq. Cavab A bəndi. Belə. İnşallah davamına baxaq. Deməli, 11-ci sual təbii ki 12 lap. Deyib, çevrəni xaricinə götürmüş nöqtədən kəsən parçalar çəkilib. Bir dənə xaricinə nöqtə götürmüş belə, bir dənə də belə. Deyib ki, bu xarici götürmüş nöqtə bu çevrəni toxunan və 11-ci sualda kəsən çəkilib. Amma biri toxunan çəkilib. Toxunan. Gözü bir dənə də aşağıda çəkək. Bir dənə toxunan çəkilib. Bir dənə kəsən. Deməli, çevrəyə toxunan parçanın uzunluğu 8. 8-dir. Kəsən parçanın uzunluğu çevrənin daxilindəki hissə 12-dir. Kəsən parçanın uzunluğunu tapın. Buna daxildə olan hissə x-dir. İndi mən bunu tapmalıyam. X-dir. Yox. Daxili yerləşən 12-dir. Özü deyib 12-dir. Buna x deyirəm. Yenə də uşaqlar, deməli, 8-in kvadratı toxunan kvadrat bərabərdir. X vurma ümumi uzunluq. X plus 12. Bir də tapa bilərik ki, x kvadratı plus 12x çıxılsın 64 keçdim o 0. D bərabərdir 12-nin kvadratı 144 üstəgəlsin 4 vurma 64. Bu da eləyəcək 256 400 eləyəcək. X1-i tapanda olacaq mənfi 12 üstəgəlsin kök altında 400 bölünsün 2-yə. Mənfi 12 üstəgəlsin 20 bölünsün 2-yə. 20 toplayanda 8 2-də bölünüb 4 alınacaq. X2-də mənfi alınacaq uşaqlar. Heç onu tapmağa ehtiyac yoxdur. Cavab 4 olacaq. Biz deyib ki, kəsən parçanın uzunluğunu tapın. Bu 4, bu da 12. Eləcə 16. 12 plus 4 elədi 16. Deməli, deyib ki, tərəfləri çevirən toxunun düz bucağın təpə nöqtəsi tərəfləri deyib ki, çevirən toxunan düz bucaq təpə nöqtəsindən həmin çevrəyə ən yaxın məsafə onu sorulsa, çevirən də radiyusunu tapın. Deməli, uşaqlar, baxaq bir dənə bu suala. Tərəfləri çevrəyə toxunan düz bucaq, deməli, düz bucaqdır. Bunu çevrə daxilini çevrə çəkilib. Yenə də baxaq. Deyib ki, tərəfləri çevrəyə toxunan düz bucaq təpə nöqtəsindən həmin çevrəyə ən yaxın məsafə 13-dür.
düzbucaq təpəsindən həmin çevrəyə ən yaxın məsafə bu məsafədir. 13-dür. Deyib ki, çevrənin radiusunu tapın. 13. Deməli, bu sualda 13-dür. Deməli, təbii ki, düzbucaq təpəsindən çəkilmiş ən yaxın məsafə 13-dürsə, deməli, necə işləmək olar? Ona baxmaq lazımdır. Bu 13. Bunu belə bir dəfə oxuyaq. Deyib tərəflər çevrə toxunan düz bucaq təpə nöqtəsindən həmin çevrəyə ən yaxın məsafə tərəfləri çevrə toxunan düz bucağı İnşallah onu eləmədik. Baxaq bir dənə. Çox sadədir əslində. Deməli, bu düz bucaqdır. Bax, bu düz bucaqdır. Elə bir düz bucaq, üst bucaq deyib. Bu 90-dır da. Deməli, bu çevrəyə belə deyim də toxunursa, bax, belə bir şey olur. Deməli, uşaqlar, yadda saxlayın ki, bu radiusdur. Deməli, R, bu R-dir. Bu da R-dir. Bunun da ən yaxın məsafəsi bu məsafədir. Nə qədər istəyirsə bunu qəbul edəcək. Bir dənə çəkək bunu. Keçəcək ki, o məsafəni görə bilək. Bu məsafə 13-dür. Belə. Bu 12-dir. Bu radiusdur. Təbii ki, bu da radiusdur. R deyəcəm bunu. Deyib 13-dür. 12 yox, 13-dür. Belə. İndi uşaqlar, bu da R-dir, deməli onda. Heç nə, indi bu da R-dir, eyni vaxtda. Bu da R-dir. Bu da radiusdur axı. Deməli, R-in kvadratı plus R-in kvadratı bərabərdir R plus 13-ün kənarın kvadratı. 2R-in kvadratı bərabərdir R-in kvadratı plus 26 R plus 169. 169 bərabərdir 0. R-in kvadratı çıxılsın 13 0 da yoxdur. Belə, deməli, heç nə yox. Elə uşaqlar, bu R olanda, bu ümumi R kök altında 2 deyil. Bu R kök altında 2-dən bunu çıxanda bununla tapmaq olar. İndi baxacaq. R kvadratı deməli çıxılsın biləndə 2 R kvadratı çıxılsın 16 26 R minus 169. Görün səhvimiz nədir uşaqlar? Səhvimiz deyil əslində. Bunu saxlayaq. Obsu sualları izah edək. Hamısı təbii ki, çətin deyildi. Deməli, uşaqlar, baxaq bir dənə. Bunlar məncə işlənə bilər. Buna baxaq. Deməli, bu 90-dır. Bu 90-dır. Deməli, bunu belə seçsəm, bu da 90-dır. 90. Deyib, AO neçədir? 11. Yəni, çevrənin radiusu 11-dir. Bu da 11-dir. MA üstəgəlsə MB 120-dir. MA üstəgəlsə MB. Bunlar bərabər olduğu üçün, uşaqlar toxunan olduğu üçün bunlar da bərabərdir. 120-ni böləcəm 2-yə 60. Bu da 60. Bizdən deyib M10-un uzunluğunu tapın. Düz bucaq, üst bucaq. İndi Pifaqor teoremi tətbiq edə bilərəm də. X-in kvadratı bərabərdir 60-ın kvadratı plus 11-in kvadratı. X kvadratı bərabərdir 60-ın kvadratı 3600. Üstə gəlsin 121. X kvadratı bərabərdir 3721. Bu da səhvimizə 61-in kvadratı olmalıdır. Cavab bu olacaq yəni. 19-cu suala baxaq uşaqlar. 19-cu suala. Deyib toxunanların kəsmə nöqtəsindən, bax, toxunanların kəsmə nöqtəsindən ən yaxın deməli belə toxunanların kəsmə nöqtəsindən çevrəyə ən yaxın məsafə bu məsafə.
ən qısa məsafəyə bərabərdir. Deməli, toxunanların keçmə dövrəsinə çevrəyə qədər ən qısa məsafə radiusa bərabərdir. Bu məsafə, deməli bu uşaqlar, deməli bu yerdir. Bu da yerdir. Eyni zamanda bu da yerdir axı uşaqlar. Bu da düzbucaqlı üçbucaqda. Uşaqlar hansı tərəfdə bu 2 yer olanda, bu yer olanda hansı bucaq qarşısında dayanan deyil olur? 30 dərəcəli. Bu da 30 dərəcə tənbirləndi axı. Sonra nə deyib? Deməli, toxunanlar arasında qalan bucaq 60. Qurtardı. 21. Bunu uzadıram tam. Birləşdirəm. Belə. OD 3-dür. OD 3-dür. 3. OC 5'dir. Deməli, OD 3'dür, OC 5'dirsə bu 2'dir. Deməli, radius neçəymiş? 5, bu da 5 imiş onda. İndi uşaqlar, diametr olduğu üçün bunları x böləcəkdə. Deməli, x-in x hasili bərabərdir 8-in 2 hasili. 8 bölümü 2. X kvadratı bərabərdir 16-ya, x bərabərdir 4-ə. 4 olacaq. Bizə nə istəyib? AB-ni. AB 4 budur, 4 də budur. 8 edəcək. İndi 22-ci suala baxaq uşaqlar. Deməli, bu 30-dur. Bu belə. Bunu birləşdirsəm, buna baxın, qəşəng bir şey alınacaq. Oldu radius. Çevrəndə radius da 6-dır. 6-dırsa bu da 6-dır. Uşaqlar, bu 30 dərəcə, bu toxunan 90-dır da. Bu 6-dırsa ümumi hipotenuz olacaq 12. 12-nin 6-sı varsa 6 alınacaq. Bizə nə istəyib? AB-ni yoxsa AC-nin uzunluğunu? AC-nin uzunluğunu. Mən əvvəlcə nə deyib? AC-nin uzunluğu. AC-nin uzunluğu var ki, tamam, bu da 6. 6, 6, 6, 3-ün altında eləyəndə 18. Sadə bir sual imiş. Mən elə bilin bir çətindir. Sadə sual imiş. Elə bilin toxunanın qiymətini deyəcək bizə. Deməli deyib ki, bu da elə eyni şeydir. İndi baxaq. 23-cü sualda. Deyib O nöqtəsi çevrə 2 toxundan çəkilib. A nöqtəsindən çevrə 2-dən toxundan çəkilib. Xassələr yadımıza tez salaq. Deməli bu toxunanla bərabər olur. Toxundan çəkilmiş radius həmişə toxunana perpendikulär olur. Bunlar yəni 90 dərəcə hamısı. Ondan sonra deyib ki, A nöqtəsinin çevrənin mərkəzinə qədər məsafə 2 sm-dir. Bu məsafə 2 sm-dir. 2 sm. Toxunanlar arasında bucaq, düz bucaq olduğunu bilərək 90-dır. Elə bu 45-45 böləcək. Bu da 45. 90-dırsa deməli bu da 45. Belə bu məsafə 2-dir. Bu 2 kök altında 2 olacaq uşaqlar. Bu da 2 kök altında 2. Niyə müəllim? 45 dərəcə bucaq arasında dayanan katet onun kök altında 2 mislidir. Bizə nə deyib? Deyib ki, çevrənin uzunluğu radiusu 2 tapdımsa nə var ki, çevrənin uzunluğunu tapmağa 2 pi r düsturundan tapılır. Yəni 2 pi vurma radius neçədir? Deməli radius olacaq kök altında 2. Kök altında 2 olacaq. Deməli 2 kök altında 2 pi olacaq. Cavab olacaq yəni. 25-də deməli uşaqlar 25-ə baxaq. 25-də çevrənin deyib A nöqtəsindən toxunan çəkilmişdi. Düz 2 düz xətt çəkilmişdi. Deməli yeni toxunan uşaqlar 2-dən toxunan çəkilib. Toxunanlardır. Deyib radiusu 3-dür. Toxunan çəkilmiş radius həmişə bərabər olur. Eyni vaxtda 3 olur. Və 90 dərəcəni gətirir. Bu da 90 dərəcədir. Ondan başqa deyib ki, A nöqtəsinin çevrənin mərkəzinə qədər məsafə A nöqtəsinin çevrənin mərkəzinə qədər məsafə yenə də eyni qayda. Bu neçədir? 5-dir. Uşaqlar, düzbucaqlı üçbucağa baxın. Katet 3, hipotenuz 5, digər katet 4-dür. Bu da 4-dür. Deməli, BC-nin uzunluğunu deyib tap. Düz əvvəlcə BC-nin uzunluğunu deyib. A nöqtəsi bu, B nöqtəsi bu, C nöqtəsi də bu. Bax uşaqlar, bir dənə baxın bir dənə. Siz bundan işləyib tapacaqsınız. Bu xətti bizdən istəyir. İndi xətti necə tapacam? Bu xətti necə işləmək olar? Necə tapmaq olar? Deməli, necə tapsa yaxşıdır. Düz bucaq təpəsində bu da hündürlük olacaq.
Düzbucaq təpəsindən çəkilmiş hündürlüyü tapacağam. H bərabərdir. 3-ün 4-ü hasılı bölünsün 5-ə. 3 4-ün 12, 5-ə böləndə bizim düzbucaqda hündürlük düz sırımız var. A, B, bu da C olarsa H bərabərdir. A vurma B bölünsün C-yə düz sırımız var. Elə bil 3 4-ün 12, 12-ni də 5-ə böləndə 2,4. İndi 2,4 bu məsafəsi 2,4 də budur. 2,4 də vuracam 2-yə, eləcək 4,8. Belə. 4,8 olacaq. Şöyle deməli, CO nə qədərdir? CO ümumi 6-dır. 8-dir. Radius 6-dır. Deməli 6-dırsa, bu da 6-dır, bu da 6-dır. Deməli bizə də CO-nu verib, deməli başqa bir şey verib. Kəsəndir. Kəsən nə deyib? 90 olduğunu deyib. Onu da bildik. CO özü bax. CO hansıdır? Hə. Ümumi 6-dır, bu 2 olacaq onda. Şöyle 6 bu 6'da bu 2'dirsə, elə bil 6'nın 2'də 8-dirsə, hipotenuz neçə olacaq? 10. 10'dursa, deməli kəsənlərin xassəsindən tətbiq edəcəm. Buna x deyəcəm. Buna 10 minus x deyəcəm. Lap buna x deyim, buna 10 minus x deyim. Uşaqlar indi kəsənlərin xassəsi 6'nın ümumi uzunluğu 6 yox, bunu uzadacam. Tam birləşdirmə eləməmişik, çevrə tam çatmalıdır. Elə bil 6'nı 6 yox. İndi baxa neçəyə? Deməli 2-nin çevrənin çöldə qalan hissəsi 2-nin ümumi nə qədər? 6-dan 6 12, 2-yə vuranda 14. Yəni də x-in 10-a hasılı. 10-da ümumi 10-dur. Deməli 28 x olacaq. 28 10-a böləndə 2,8. Bizə nəyi deyib tap? BC-ni deyib tap. O da 2,8 edəcək. Y bəndi. Belə uşaqlar, 28-dən sualın izahını dedim. Qalanında inşallah izahın deməli növbəti videolarda inşallah deyərəm. Çox çətin suallar deyil, amma biraz bizim gözümüzü görmədiyi suallardır. Xassələr bildikcə bunlar yavaş-yavaş sizə alışacaq. İnşallah alışsın da heç çətinliyimiz olmasın. Sağ olun, salamat qalın.